Bu video abituriyentlərə motivasiya məqsədilə çəkilir. Ümid edirəm ki, videonun sonunda özündə bir adrenalin partlaması hiss eləyəcəksən və gecəni yata bilməyəcəksən. Gecə ilə planlı günlərini qəşəng bir şəkildə bölüb, uyğunlaşdırıb, qalan nəinki günlərini, dəqiqələrini belə hesablayıb, geri qalan vaxtda, yəni blok imtahanında özünü təsdiq eləmək üçün çalışmayacaqsan, vuruşacaqsan. Ona görə 3 bənd ətrafında bunları cəm eləmişəm. Sən bax, ən azından ola bilər ki, hətta mən hər hansı bir şey izləyərkən, videonu izləyərkən, o videodan nəsə öyrənməsəm belə, o videodan başqa bir şey ağlımda, beynimdə hər hansı bir ideyanın canlanmasına səbəb ola bilir. Ona görə də bu videonu çalış sonuna qədər izlə. 1. Buraxılış imtahanında yüksək bal toplamaq sıradan bir şeydir. Yəni bunu hər kəs bacara bilər. Bütün günü gün ərzində 8 saat oxuyan uşaqda, gün ərzində 2 saat oxuyan uşaqda gəlib 250 balın üzərində bal toplaya bilir. Yəni bu bir fərasət deyil. Baxın, 250 bal toplayan və 260 bal toplayan iki uşağı yanaşı götür. Baxırsan ki, hazırlıqda biri əjdaha kimi bilir, biri amma heç nə. Elə mətnləri biraz tutuzdurub, hər fəndən biraz yazıb, gedib bal toplayıb. Bax, onların tərəzisi, savadı buraxılışda qiymətləndirilmir. Meydan, hodri meydan deyirlər. Meydan harda bilinəcək? Blokda. Kimin riyaziyyəti qəşəngdirsə, kimin fizikası qəşəngdirsə, orada sözünü deyə biləcək. Buraxılış riyaziyyətini yazmağa nə var ki? Buraxılış Azərbaycan dilini yazmağa nə var ki? 10 dənə dil qaydasından 7-sin güclə yazır. Əgər görümsən blokda 27 dənə dil qaydasından 25 dənə yaza biləcəksənmi? Məsələ budur. O boyda tarixdən gedib 150 bal üzərinə 140 bal, 130 bal toplaya biləcəksənmi? Bax, məsələ budur. Dediyim kimi, buraxılış balı hələ hər şey demək deyil. Gücünü, özünü təsdiqi, yəni o qrup yoldaş bəzən ruh düşkünlüyü yaranır da. Mən də 27 yazmışam, filan kəs 28 yazmışam. Blokda həmin şey olmur axı. Həmin şey olmur. Uşaq var ki, elə bir də Azərbaycan biraz bilir, biraz da riyaziyyətli və adam getdi. Bloka heç nə yoxdur. Tam ehtiyatsız, silahsız, sursatsız idi. Sən onlarla bir deyilsən. Növbəti bir məsələ. Prinsipin olmalıdır ki, ödənişliyə qəbul olmuyor. Niyə mən gedib ödənişliyə, yəni illik 3000, 4000 ödənişlə niyə gedib qəbul olmalıyam? Belə mənim ailəmin pulu var ya yoxdur, bunun bir fərqi yoxdur. Mən getməliyəm, ödənişsə qəbul olmalıyam. Mütləq ödənişsə qəbul olmalıyam. Niyə ödənişsə qəbul olmalıyam? Çünki mən ödənişsə qəbul olanda atamın, anamın, valideynlərimin ora ödəyəcəyi, biri özü başlayan kimi ödənir. Ödəyəcəyi o 2000, 3000-i elə mənə İlkin ödənişini ödəyərlər, digər pullar da qalar ciblərində. İlkin ödənişini bir dənə qəşəng iPhone alarlar, nə bilim, yaxşı bir telefon alarlar, yaxşı bir notebook alarlar. Bəlkə, nə bilim, biraz da imkan olacaq, üstünü düzəldib ilkin ödənişini bəlkə maşın alacaqlar. Düzdürmü? Yəni bunu illa ya evin problemlərinə sərf eləyərlər, evdə balaca bacın, qardaşın varsa onun hazırlığına sərf eləyər. İnsan hər şeydə özünü düşünməz, geridə qalanlarına düşünür. Dədəm bunu necə alır? Ola bilər atan sənə bunu bəlli etməz. Anan sənə onu bəlli etməz ki, sən boynu bükük qalmayasan ki, sənə də heç təsir eləmir, heç özünü elə hiss eləmirsən ki, bu bəzilərinə aid özləri bilirlər, kimlər deyirəm, onu eləyənlər. Və sən o pulların, o xərcin, o evə gələn hansı əziyyətlə gəldiyin təsəvvür eləyə bilməzsən, bilə bilməzsən. O kimlərdən sənə görə söz götürür, kimlərin qarşısına sənə görə utanmış olur. Bax, bunları dəyərləndirməlisən. Sən bunları dəyərləndirə bilmirsən. Sən sabah nə ailə qədri biləcəksən, nə həyat yoldaş qədri biləcəksən, nə sevdiyin qızın qədrini biləcəksən. Sən elə belə keyfiyyətsiz də davam edib gedəcəksən. Bu keyfiyyətlər, bu şeylər, bu mənfiliklər varsa, bunu buradaca, bu videodaca, bu gündən etibarən bu şeyləri düzəltməyə çalışın. Növbəti məsələ, dediyim kimi, prinsipin olmalıdır, ödənişliyə qəbul olmamalısan. Və yaxud, əgər qəbul olmuşsan, məsələn, 4 evdə maddi durum var, buna imkan çatır. Evdə də deyiləş bala, qorxma. Ödənişsiz pis yerə, yəni istəmədiyin bir yerə qəbul olmaqdansa ödənişli daha yaxşı yerə qəbul. Yəni prinsipin olmalıdır ki, mən mənasız bir yerdə oxumamalıyam. Mən, yəni hər bir ixtisas gözəldir. Bakı dövlətinin kitabxanaçılığında oxumaqdansa, yəni mən belə düşünürəm, mənim düşüncəm də budur, mən yeriniz olsun onu eləyərəm. Bakı dövlətinin adına görə gedib kitabxanaçılıq oxumaqdansa,
elə gedərəm pedaqoji universitetin dil ədəbiyyat müəllimliyini oxuyuram. İngilis dili müəllimliyi, xarici dillərin ingilis müəllimliyini oxuyuram. Slavyanı oxuyaram. Niyə gedib istəmədiyim yerdə kitabxanaçılıq oxuyub, niyə kitab oxuyan var ölkədə? Niyə deyəcəksən ona? Mən sadəcə öz yanaşmamdan dedim. Yəni bəlkə də kimin üçünsə kitabxanaçılıq daha gözəl bilər. Bunlar öz yerində. Növbəti bir məsələ, hara gəldi qəbulum tək əsgər yetməyəm. Bu qədər küt bir düşüncə ola bilməz. Daha belə yumuşaq dedim. Bu nə düşüncə? Cavan oğlansan, hara gəldi qəbulum nədir? Dədən ondan bir ədəyə pul tökür. Valideyn gəlir az qalır, göz yaş tökür. Sən özün necə onu sıxışdır? Hara gəldi qəbulum? Niyə hara gəldi qəbul olmalısan? Sənin bir hədəfin olmalıdır, bir məqsədin olmalıdır. Hesab evləndirənlər deyəcəklər ki, əgər haydi kimi oldu alınca elə şey olur, belə həyat olar. Bu sənin həyatın deyə sən bir dəfə universitetə qəbul olursan. Bir dəfə. 50 il, 70 il, 80 hər nə qədər yaşayırsınız, bir dəfə universitetə qəbul olursunuz. Sonra magistr, sonra deyir ki, ikinci ali təhsil. Niyə cəmaət gedib ikinci ali təhsil? Dəlidir ikinci ali təhsil. Mən niyə gedib ikinci ali təhsil almıram? Niyə indirəm gülçüm ixtisasım var da? Gedib alaram ikinci ali təhsil. Lazım deyil. Nə deyib tarix müəllimi olacağam, yoxsa coğrafiya müəllimi olacağam. Nəyimə lazımdır? Sevirəm öz ixtisasımı. Vaxtında bunu ağılla düşünmək lazım. Bax gör sən özündə nəyi görürsən, ona uyğun da get. Mən hazırlıq vaxtı yanımda olan şagirdlərə dərs izah eləyirdim. Hamısı deyir, sən nə qəşəng dərs izah eləyə bilirsən. Elə sən hazır getdi dil ədəbiyyat müəllimliyə qəbul ol. Uşaq azlaşdır. Həm 50 nəfər, 100 nəfər dərsdir. Normalda dolan da gedib 500 manata, 600 manat hansı idarədə işləməkdənsə öz əlin, öz başın 10 şagird götürərsən, biri 50 manatdan 500 manat eləyir, 1000 bərəkət. Öz əlin, öz başın olur. İstədiyin vaxt gedərsən, istədiyin vaxt getməzsən, istədiyin adama dərs deyərsən, istədiyin adama dərs deməzsən. Mən özümdə bunu görürdüm. Sən də özündə dizaynerliyi görərsən, şirkətlərdən sifariş qəbul edə bilərsən, nə bilim özündə mühasibatlığı görə bilərsən, özəl şirkətlərlə işləmiş ola bilərsən, hüquqşünaslıq ola bilər. Deməli sənə uyğun ola bilər, özəl şirkətlərin işini götürə bilərsən, dövlət istəmiş ola bilərsən, müəllim olmaq istəyirsən, həkim olmaq istəyirsən, illa da sənin də özünə uyğun bir istəyin, arzun olmadı. Ya ümumiyyətlə sən bunun heç birini görmürsənsə, özünü yorma. Valla hamı gedib ali təhsil, diplom almalı, universitetdə oxumalı deyə bir şey yoxdur. Özünü yorma. Başını o qədər şeyə sərf edin. Dədəni, ananı zülm çəkib 5-6 dəfəndə pul ödətdirdiyinə bir dənə ingilis dilini öyrən, kimi, qəşəng, aid səviyyədə bir dənə qəşəng ingilis dilini öyrən, kompüterdə normal biliklərin olsun. Gid ona uyğun işlə, gid xaricdə, nə bilim, fəaliyyətini qur, istədiyin bir şey elə, nə bloger elə, nə bilim, hər nəsə, illa da sevdiyin nədirsə, onun ardınca get. Sevmədiyin şeyin ardınca getmə. Yəni, bir məqsədin olsun, bir prinsipin olsun, inan ki, sonra çox peşman olacaq. 4 ilin havaya uçacaq, 4 il, təsəvvür, dönüb baxana deyəcəksən, ay axmaq başım, nə bilim, bir qıza söz vermirsən, nə bilim, bir nə tarix hazırlığında birini gördün, o filan yerəsi, mən də onunla bərabərəm. O pəmbə dizi fikirlərin qoyun qırağa, bu real həyat tamam başqadır. Seriallarda, dizilərdə gördüyünüz həyatla bu həyat bir deyil. Həyat realdır. Yəni hər üzü var, hər şey, hər çətinliyi görə bilərsən. İnsanların hər zərbəni ala bilərsən. Bu mümkündür. Ona görə insanlar üzərində planlı qurma. Planlı öz ağlına, öz məntiqinə, öz ailənə, öz əhatənə, vəziyyətinə, durumuna uyğun qur. Yox, buna uyğun, buna uyğun, buna uyğun. Özcə nədir, atına minən tez düşər. Ona görə başqalarına nəyəsə güvənəm. Nə bilim, əmim oğlu deyib ki, filan yeri qəbul olacaq, sənə iş verəcəm, sən işini bitirəndə əmin də onun işdən çıxardacaqlar. Niyə necəksən? Ona görə sevdiyin bir peşənin dalıca get, sevdiyin peşənin mütəxəssisi ol. Sən möhtəşəm bir tarix müəllimi olandan sonra bütün şəhər axışacaqsan, yəni. Sən möhtəşəm bir dizayner olandan sonra cəmaət axışacaq, yəni. Möhtəşəm bir montajçı olacaqsan, operator olacaqsan, nə bilim, video bloger olacaqsan, hər hansı sahədə işini yaxşı biləndən sonra sənə tələb yaranacaq. Çünki bu dövrdə tənbəl insan çoxdur. Tənbəl insanların olduğu dövrdə də işgüzar, zəhmətkeş insanlara həmişə iş var. Bunu bir dəfəlik biləsiz. Düşünmə, mənim coğrafiya qədərdir filan. Bu nədir? YouTube cümlələri, coğrafiya qədərdir. Belə şey yoxdur. Qədər nədir? Qədər sən çəkəcəyin əziyyət. Əziyyət çəkəcəksən, Allah da qədərini düzgün nizamlayacaq. Mübarək Ramazan ayında hər birinizə xeyir və bərəkət arzulayıram və əgər videomuzdan az da olsa faydalana bildirsə, sonunda bir dənə bəyən işarəsi və izləmə butonuna basmağınız kifayət edir. Hələlik özünüzə yaxşı baxın və əlavə olaraq qruplarımıza qoşulub bloka sürətli şəkildə hazırlaşmaq istəyənlər də 099 899 67 77 nömrələrimizə yaza bilərlər. Bu qədər. Sağ olun.